Salam, hörmətli izləyicilər. Bugün biz başlayırıq deməli informatikadan alqoritm bölməsinin izahına vaxt itirmədən başlayaq. Elə birinci sualla davam edək. Birinci sualda bizə alqoritmin xassələrinə aid bir sual uyğunluğu soruşur. Uyğunluğu müəyyən edin deyir. Deməli, baxaq görək. Elə üzərində işləyəcəyik bu bölməni. Diskretlik, müəyyənlik, nəticəlilik. Baxaq görək diskretliyə uyğun gələn nədir? Diskretlik nə idi? Ayrı-ayrı sadə addımlardan ibarət olmalıdır. O da baxaq görək B variantındadır. Birə gedir. B. Müəyyənlik nə idi? Hər bir addımı dəqiq və bir mənalı olmalıdır. O da baxaq görək C variantındadır. Üçüncü isə nəticəlilik. Nəticəlilik nə idi? Sonlu sayda addımlardan sonra bitməlidir. Yəni sonunda bir nəticə əldə olmalıdır. Baxaq görək A variantı deyil, B-lə C zaten deyil. Eyni növün hamısının üçün tətbiq olması bu kütləvilik idi. Bəli, Y variantı doğrudur. Yəni 3Y. Olur 1B, 2C, 3Y. D variantı. İkinci suala baxaq. İkinci sual alqoritm hansı növünə aiddir? Demək, bu tipli suallarda baxıb gör ki, bu bölmədən sonra mötərizədə verilib. Bu demək ki, biz bunu 6 bölünsün 12 üstə gəl 6x üstü 4 kimi yaza bilərik. Yəni bir kəsr, indi baxaq görə bu kəsrin məxrəclərindən dayanıb bu ifadə 12 plus 6x üstü 4. Yəni bu 0 ola bilirsə, ümumiyyətlə bu tipli suallarda məxrəc sıfıra çevrilirsə, o olur budaqlanan, çevrilmirsə xəttə. Baxıb gör ki, x üstü 4 burada həmişə müsbət qiymətdir. Müsbət 6-ya müsbət, 10 üstü 12 müsbət. Məxrəc həmişə müsbətdir, heç vaxt 0 olmur. Məxrəc heç vaxt 0 olmadığına görə ona görə olur xətti, alqoritm, Y variantı. Sonra davam edək. Üçüncü sual. Verilmiş blok sxemi nəyin blok sxemidir? Bu təbii ki, dövrü alqoritmin sxemidir. Çünki buradan dövr gəlib bu formada davam edir. Dördüncü sual yenə xətti alqoritm, budaqlanan val dövrü alqoritm. Uyğun olaraq tapmalıyıq. Diskriminantla həll alqoritmi, diskriminantda bu müsbət, mənfi və 0 şərti var. Diskriminant böyükdür, 0 kiçikdir, 0 və diskriminant bərabərdir 0. Çünki bu şərt dediyimizə görə budaqlanan alqoritmdir. Şərtlər budaqlananda olur. 300 ədəddən ən kiçiyinin seti tapılmaz. Bu artıq nədir? 300 dənə ədədin içərisində ən kiçiyi tapıramsa bu nə edirəm? Dövr edirəm. Hər dəfə eyni işi görürəm. Hər dəfə eyni işi görürəm. Ona görə 3-ə gedir. B. 2 ədədin hasilini konkret 2 ədəddir. 5 vur 4. Sonra 5-i 4-ə vuracaq. Xətti alqoritmdir. C variantı düzbucaqlının sayəsinin hesablanması da yenə xəttidir. Çünki eyni uzunluğa vurmaq lazımdır. C, D. O zaman 1 C, D, 2A, 3B olur. A variantı. Keçək 5-ci sual. 5-ci sualda alqoritmin icrasından sonra Z-in qiymətini soruşur. Deməli, A 10-dur, B 3-dür, C 6-dır. Yeni A bərabərdir. Köhnə A üstə gəl C böl B. 6 böl 3. 6 necə bölsəm 2 üstünə 10 gəlsəm 12. Deməli, A-nın köhnə qiyməti silindi. Artıq A-nın son qiyməti nəyə bərabərdir? 12-yə. B də bərabərdir açıq C. A'mız 12'dir, C'miz 6'dır. 12'den de 6 çıxsaq, o zaman C'nin də B'nin də qiyməti olacaq 6. Biz buna ehtiyac yoxdur. Artıq bu B silinib. Z bərabərdir A ilə C'nin cəminin yarısı. A'mız 12 idi. C'miz 6'dır. Toplayıb yarı bölsək, bu deyilər 9. Yəni C variantı. Sonra 6-cı, 7-ci suallara baxaq. Alqoritm icrası nəticəsində C dəyişənin qiymətini müəyyən edin. A 6-dır, B 8-dir. 6 böyükdür 8-dən. 6 bu 8-dən böyük deyil. Yox. O zaman yoxla davam edəcək. Təzə B bərabərdir. B çıxa. 8-dən 6 çıxsaq 2. C bərabərdir. B üst B-imizin artıq son qiyməti 2 olub. Baxın bu B silinib artıq. 2 üstə gəl. A-mız 6 bölü 2. Bu deyəcək 2 üstə gəl 3. Yəni 5. B variantı. 7-ci sual yenə kəsr tipli sualdır. Alqoritmin növünü müəyyən etdin deyir. Baxın gör ki, məxrəc 1 üstə gəl x kvadrat. Heç vaxt 0 olmur. Yəni məxrəcdə də sıfıra çevrilən qiymət həqiqi kök yoxdur. Olmadığına görə olur xətti
Alqoritm. 9-cu sual. Alqoritmin xassəsi, 8-ci sual daha doğrusu. Alqoritmin xassələrini müəyyən edin. Alqoritmin xəttilik xassəsi yoxdur. Kütləvilik var, müəyyənlik var, dövrlük yoxdur, diskretlik və nəticəlilik var. Olur 2, 3, 5, 6 C variantı. 9-cu sual. Alqoritm icrası zamanı bir addımın sonundan satmasından sonra digərinə keçməsi ardıcıl sadə addımlardan ibarətdir. Bu diskretlikdir. 10-cu, 11-ci suallara baxaq. Deməli, alqoritmin hansı şəkildə təsvir üsulunda həndəsi fiqurlardan istifadə edilir? Blok sxemlərlə. Alqoritmin hər bir əmrdən dəqiq və birmənalı olması müəyyənlikdir. Bu fiqur nəyi bildirir? Başlanğıc və sonu da bildirir ki, oval bildirir. Alqoritm müəyyən addımlardan sonra axtarılan nəticə alınmalıdır. Nəticə əldə edilirəmsə, deməli bu nəticə bilikdir. Alqoritmin xassəsi deyil. Müəyyənlik var. Xəttilik deyə bir xassə yoxdur. Göstərilən həndəsi fiqur nəyi bildirir? Parallelogram biz bilirdik ki, daxil etmə və xaric etməni bildirirdi. 15 D variantı. 16. Alqoritmin ilkin verilənlərinin müxtəlif qiymətlərində yararlı olması onun hansı xassəsidir? Hə, ilkin verilərin müxtəlif, deməli bizə müxtəlif qiymətlərdə ödənilirsə, deməli bu kütləvilikdə də eyni sinifdən olan müxtəlif tip məsələlər üçün keçərlidir. Bölmüş həndəsi fiqurun təsviri zamanı nəyi ifadə edir? Düzbucaqlı biz bilirdik ki, əməli ifadə edir. 18, 19 bıçağın sayısının hesablanması alqoritmin hansına aiddir? Sahəni hesablayırıqsa bu nədir? Xəttdir. Türkiyənin ucuna vuracaq. Alqoritmin icrası zamanı şərtdən asılı olaraq bu və ya digər əməliyyat yerinə yetir şərt varsa, şərtdən asılıcı bu artıq olur budaqlanan. Kvadrat tənlik köşklərinin diskriminanta tapılması alqoritmi hansı alır? Bu yenə budaqlanandır. Böyle bir misal içərisində var idi. Çünki diskriminantın artıq şərti meydana çıxır. Şərt varsa budaqlanandır. Rho nəyi bildirirdi? Şərti bildirirdi. Alqoritmin icrası zamanı müəyyən əməliyyatlar təkrar bir neçə dəfə yerinə yetirilirsə, bu artıq dövrdən söhbət gedir. Dövrüdür. Alqoritmin konferans icrası nə ilə həyata keçirilir? Təbii ki, bu proqramlarla olacaq. Şimdi başlayaq 24-cü suala. Alqoritmin nəticəsini müəyyən edin. Y5'dir. Yeni Y olur 6. Yeni Y olur 13. Sonra 3 çıxır. Yeni Y olur 10. 10 da 4'e vurur. Olur 40. Deməli C variantı. Alqoritm icrası sadə addımlardan ibarət olmalıdır. Sadə addımlardırsa bu olur diskretlik. Alqoritmin xassələri verilən sıranı seçin. Diskretlik, müəyyənlik, kütləvilik, nəticəlik B variantı. Alqoritm hansı var? Belə deyək fiqurlardan. Kürə yoxdur, kub yoxdur, üçbucaq yoxdur, trapesiya yoxdur, amma romb var. Ona görə D variantı. 28. Aşağıdakılardan hansı fiqur blok sxemlə təsvirinə istifadə olunmur? Bunların 4'ü də var, amma D variantı yoxdur. Alqoritmin hər bir bitmiş hərəkət nə adlanır? Alqoritmdə hər bir bitmiş hərəkət nə adlanır? Bitmiş bir hərəkət addım adlanır. C variantı. Neçə 30-cu suala 30'da nə deyir? Deməli, blok sxemizə hə, bu tipli sualı dövrlərin sayını soruşur. Şərti mütləq oxumaq lazımdır. Çünki hər şey şərtdə verilir nəyə soruşduğun. Və bu tipli sualları isə şifahi olaraq tapmaq mümkün deyil. Yəni, bunları hökmən qeyd eləməliyik. Ən yaxşısı sual deməli, səsdə problem vardı, düzəldi. Deməli, bu tipli sualları həll edəndə hökmən sualın üzərində yazmaq lazımdır. Yəni J0'dır, I1'dir, A5'dir. Düşür aşağıya. İ'miz neçədir? 1. 1 4'dən kiçikdirmi? Hə. A'mızı 2 bayda artırır. Yeni A artıq olur 7. Bu silindi. Sonra 2'ye vurur. Olur 14. Sonra i'ni edir
2. Sonra gəlir. Dövr bir dəfə keçdi. Bizdən dövrün sayını soruşur. Deməli bir dəfə dövrümüz keçdi. İyimiz artıq oldu 2. 2 4-dən kiçikdirmi? Hə. 2-nin üstünə 2 gəlir olur artıq. Yeni qiymət 4. 7-ni də 92 fayda artırır. 9 çünki bir dəqiqə A-mız hardaydı? A-mızın son qiyməti 14 idi. 14 2 fayda artıracaq olacaq 16. Sonra 16-nı 2-yə vuracaq. Olacaq 32. Yeni eləyəcək 3. Dövr artıq ikinci dəfə getdi. Bitdi yəni. Gəldi bura. 3 4-dən kiçikdirmi? Hə. Bu dəfə 32-ni 2 fayda artıracaq. Olacaq 34. Sonra 34-ü 2-yə vuracaq. 68. İyi olacaq 4. Gələcək. 4 4 dövr bir yenə gedəcək. Bitdi. 4 4-dən kiçikdirmir? Xeyr. Artıq yoxa gedəcək. Bizə də dövrü heç bu tərəfə hesablamağa ehtiyac yoxdur. Dövrün sayını soruşur. Dövr neçə dəfə getdi? 3 dəfə. Ona görə olur C variantı. 31. Algoritm deyir nəyi icra eləyir? Baxırıq ki, burada algoritm A sıfıra bərabərdir. N daxil olunur. Hər hansı bir natural ədəd. İmtahan sözü çap olunur. Sonra A-nı artırır, sonra yoxlayır. Demək, bu son şərtli algoritmdir və A-nı 0 verib və N verib, N-ə də bərabər götürüb. Deməli, A sıfırdan başlayaraq N-in özünü də götürürsə, deməli, bu N plus bir dəfə icra olunur. N plus bir dəfə icra olunursa, o zaman N plus bir dəfə nə edir? İmtahan sözün cavab eləyir. Əgər bu formada görə bilmirsə, N-in yerinə ən azından məsələn 2 yazıb hesablaya bilərsiniz. N-ə 2 yazsınız, imtahan sözünü çap elədi bir dəfə. Sonra A-nı elədi 1. 1 2-dən kiçik bərabərdir? Hə. İmtahan sözünü yenə çap elədi. A-nı elədi 2. 2 2-dən kiçik bərabərdir? Hə, bərabərdir. Sonra dövr bir dəfə də gedir. Üçüncü dəfə imtahana çap eləyir. A olur 3. 3 2-dən böyük kiçikdirmi? Yox. Dövrdən deməli 2 daxil edəndə 3 dəfə imtahan sözü çap elədi. Yəni hər dəfə bir vaid artıq çap edilir sırf bu sualda. 32. Deməli burada nə eləyir? Deməli A0, B0 hər dəfə bir C ədədi daxil eləyir. Məsələn 1. 1 böyükdürmü 0-dan? Bəli. O zaman B-yə bərabər olur C-yə. B nə eləyir? 0 artıq eləyir 1. B oldu 1. Gəlir A-nı bir vayda artırır. Eləyir 1. 1 ondan kiçikdirmə? Hə. Daş bu dəfə 7 istəyir. 7 böyükdürmü 1-dən? Hə. Bu dəfə B silinir olur 7. Sonra A-nı eləyir 2. 2 7-dən hə. Gəlir tutaq ki, bu dəfə 3 daxil eləyir. 3 7-dən böyükdürmü? Yox. Bu dəfə A-nı buradan artırır. Deməli, bu həmçinin eləyəcək, ən böyüsünü götürəcək. Ver daxil olan ədədlərin içərisində ən böyüsün. İndi neçə ədəd daxil eləyəcəm? A 0-dan başlayır, 10 da daxildir. Deməli, onda neçə dəfə dövr gedəcək? 11 dəfə. Və hər dəfə burada məndən yeni ədəd istəyəcək. Deməli, 11 dəfə müxtəlif ədədi müqayisə eləyəcək. Bu da görək hansı şərtdədir? Girişə verilən ixtiyarı 10 ədəd, ixtiyar 10 yox, 11 olmalıdır. Ardıcıl yox. Onca C variantı doğrudur. İxtiyar 11-dən ədədin ən böyük qiymətini çıxışa verir. 33. Mənfi 3-3-ə qədər 0,2 addımla qiymət alan x-ə əsasən y, aha, deməli interval sualları dövri algoritmdir. Yəni mənfi 3-3-ə qədər bu addımla bütün qiymətləri bu funksiyada hesablayır. Deməli hər dəfə eyni şey görür də. Gətir x qoyur hesablayır, x qoyur hesablayır. Hansı şərt algoritmə istifadə olunmalıdır? Bu təbii ki, şərt var burada. X böyük olanda birinci cür hesablanır, x kiçik olanda ayrı cür hesablanır. Deməli, bu budaqlanandır. İxtiyarı 100 ədəd içərisində ən kiçik ədədi tapmaq. Yenə bunu eləyir. 100 ədədin içərisində ən kiçiyi axtarır. 100 dəfə dövr edir. Demək olur dövrü, algoritm. Ümumiyyətlə, algoritmin addımlarının sayını veribsə, o həmişə dövr olur. 1 bölü x. İndi bu tipli suallarda bəyək dediyi nə edirik? Məxrəcin 0 çevirməni yoxluyor ki, çevrilir yoxsa yox. Baxıb görüm ki, x-in yerinə ilə 0 yazsam, məxrəc 0 olur. Onca bu budaqlanan olacaq. Çünki x 0-ondakı bunun mənası yoxdur. Biz algoritm quranda şərt verəcəyik. X 0-a bərabərdirmi? Hə. Onda dövrdən çıx denən ki, belə deyək də, mənası yoxdur. Deməli, hə olanda mənası yoxdur olacaq. Çünki məxrəc 0-a çevrilir.
37-ci sualda eyni tipdir. Burada x çıx 5-dir məxrəcdə. X-in yenə 5 yazsam məxrəc 0 olur. 0 ola bilirsə budaqlanandır. 38. Birdən baxaq. Çox getdi. Hə. 38, 39. Algoritmin icrası nəticəsində S-in son qiymətini tapın. S0 i1-dir. S bərabər olur 1-ə. I olur 3. 3 9-dan kiçikdirmi? Hə, yox. Kiçik, yəni böyükdürmü? Yox. Python sözünü çap edir. Bizim də S-in qiymətini istəyir. Python istəmir. Ona görə buradan gələcək. S-i bu dəfə eləyəcək 4. Çünki 1-in üstünə 3 gələcək. I olacaq 5. 5 böyükdürmü 9-dan? Yox. Gəlir. Bu dəfə 4-ün üstünə 5 gəlir. Olur 9. Bu olur 7. 7 böyük, kiçik böyükdürmü bərabərmi 9-dan? Yox. Gələcək. Bu dəfə 7-ni əlavə edəcək. 16. Sonra i olacaq 9. 9 9-dan böyükdür, amma bərabərdir. Ona görə həyyə düşəcək. Həyyə düşəndə S-in son qiymətini çap edəcək. S-in də son qiyməti 16-dır. Sonra 39. 39-da görək nə deyir? Y-in qiyməti. X0, Y0. 0 0-dan böyükdürmü? Böyükdür, bərabərdirmi? Hə. 0 4-dən kiçikdirmi? Hə. X eləyir 1. Təzə Y bərabərdir. 1 vur 1 böl 2. Yəni 2-də 1. 4 təkrar gəlir. X-in son qiyməti 1-dir, Y də 2-də 1-dir. 1 2-də 1-dən böyük bərabərdirmi? Hə. İndi 1 4-dən kiçik bərabərdirmi? Hə. X olur bu dəfə 2. Y olur 2 vur 2 böl 2. Bu da edir 2. Gəlir təkrar. 2 2-dən böyük bərabərdirmi? Bərabərdir, bəli, hə. 2 4-dən kiçikdirmi? Hə. X olur bu dəfə 3. Y olur 3 vur 3 böl 2. Yəni 4,5. Gəlir 3 4,5-dən böyük bərabərdirmi? Yox. Dövrdən çıxır. Dövrdən çıxır Y-in son qiymətini çap edir. Y-in son qiyməti haradaydı? Burada. 4,5. A variantı. 40-cı suala baxaq. 40-da nə deyir? Deyir A 10-dur, B 28-dir və burada nəyə görə başqa? E, Bir də bu faiz işarəsi mənə faiz qalxı bildirir. Məsələn, tutaq ki, mən yazsam ki, 27 faiz 7. 27-nin 7-yə bölməsindən alınan qalxı bildirir. 27-nin içərisində 7-ci dəfədə 3 dəfə. Qalıq 6. 2 qat bölmə indi burada yoxdur. 2 qat bölmə də var. Məsələn, tutaq ki, 20 böl 2 qat bölmə 8. Bu isə tam hissəni bilir. 20-nin 8-i içərisində neçə dəfədir? 2 dəfə. Tam hissə 2 qat bölmə ilə yazılır. Faiz isə qalğı bildirir. İndi bizdə də 40-cı sualda bizə belə bir sual verib bizdən qalğı istəyir. Yox, qalğı istəmir. Faizlə ifadə olunan bir ifadədir. Nəticə S istəyir. A 10-dur, B 28-dir. İndi gəlir S 0-dır. 10 28-dən kiçik bərabərdirmi? Hə. Onu 7-yə A-mız 10-da axı. Onu 7-yə bölməsi alınan qalıq 0-dırmı? Xeyr. Onu 7-yə bölməndə alınan qalıq 3-dür. Ona görə yoxa gedəcək. A-nı eləyəcək 11. Gələcək 11 28-dən kiçik bərabərdirmi? B 28 demişə. Bəli. Gələcək 11 7-yə bölməsindən qalıq 0-dırmı? Yox, 4-dür. Ona görə yoxa düşəcək. Demək bu nə vaxt pozulacaq 2 dəfə? Yəni həyə düşəcək. 14 olanda. Yəni 7-yə bölməsindən. Çünki həmişə 1 vahid artıracaq. Burada da olsa 1 vahid artırır. Burada da. Nə vaxt ki bölünəcək, onda S-i həmin ədəd qədər artıracaq. S olacaq 14. Sonra olacaq 15. Dövr gələcək. 15 28-dən kiçikdir. Hə, bu dövr bu formada davam edəcək. Növbəti anın qiyməti olacaq 21. 21-i toplayacaq. Yəni hə ilə gələcək. Eyni qaydada 21 kiçik bərabərdirmi? Hə, 27-yə qədər bura ilə gəlib gedəcək. Növbəti 28 olacaq. 28 28-dən kiçik bərabərdirmi? Hə, bərabər var. 28 7 bundan qalx 0-dırmı? Hə. Bu dəfə 28-i də götürüb toplayacaq. Sonra olacaq A 29, 29 28-dən kiçikdirmi? Yox. Gəlib S-ə çap edəcək. S də nədir? 14, 21, 28-in cəmi. Yəni
63. B variantı. 41. N'in ilkin qiyməti 32'dir. Yine eyni sualdır. N 32'dir. 32 50'den kiçikdirmə, hə. 32-ni 5'ə bölməsəndən qalır 0'dırmı? Yox. N artıracaq. Demək bu iki dəfə nə vaxt pozulacaq? 35 olanda. 35'i 5'ə bölünəndən qalır 0'dırmı? Hə. Bu dəfə 35'i toplayacaq. Sonra olacaq 45 fayda. Burada 5 fayda artırır. Gələcək 40 kiçikdir 50'dən, hə. 40'ı 5'ə bölünəndən qalır 0'dırmı? Hə. Bu dəfə 40'ı toplayacaq. Sonra da olacaq 45. 5 kiçik deməlidən, hə. Yenə eyni qaydada gələcək. Bu dəfə 45'i toplayacaq. Ədəd olacaq 50. 50 50'dən kiçikdirmi? Yox. Dövrdən çıxacaq. S olur 35 40 45'in cəmi. Yəni 120. C variantı. 42. Tək ədədlərin hasilidir. 1'dən 49'a qədər hasilləri verib. Deyir, burada demək kodu verib algoritmə. Hardasa bir çatışmazlıq var. O çatışmazlığı doldurmaq istəyir. Deməli, bu tipli suallarda ən azından variantlar yerinə qoyub tapmaq olar. Mesela burada elə bir şərt var ki, bu şərt nə vaxt ancaq aşağıya düşər. Yəni n-i artırar. Yəni n nədənsə kiçik olsa artırar da, düzdürmü? Çünki n mənfi 1'dir. Məsələn, mənfi 1, n-imiz mənfi 1 nə vaxt yoxa düşər? Mənfi 1 49'a bərabərdirmi? Yox. Deməli, D variantı deyil. Düşəcək burada indi bura girmədən 4'dən çıxacaq. Mənfi 1 49'dan böyükdürmü? Yox. Bir böyük bərabərdirmi? Yox. Böyükdürmü? Yox. Deməli, 3 variant avtomatik getdi. Kaldı A'nın B. Şimdi burada 100% yazılıb. N ya kiçikdir 49 ya bərabərdir 49. Birinci bərabər olmayanı yoxlayaq. Deməli, mənfi bir 49'dan kiçikdir, hə. Eləyəcək 1, sonra vuracaq, P-ni vuracaq 1'ə. Sonra 1 49'dan kiçikdirmi, hə. Eləyəcək 3, vuracaq 3'ə. Qısacası bu 47'yə qədər gedəcək. 47'yə vuracaq. Tapşırıq təşəkkürlər. Gələcək. 47 49'dan kiçikdir, hə. 47-ni 2 vayda artıracaq. 49. Sonra 49'a vuracaq. Gələcək 49'dan 49 kiçikdirmi? Yox, 4'dən çıxacaq. Mənə də 49 lazımdır. 49'a qədər. Deməli, onda cavab B variantıdır. Əgər bərabər şərtini götürsəm, 49 49'dan kiçik bərabərdirmi? Hə deyib aşağı düşəcək. 51 eləyəcək. Sonra 51'ə də vurmuş olacaq. Mən də 51 istəmir. 49 istəyir. Ona görə B variantı. 43'te bizden x, y, z'nin qiymətini istəyir. N 0, x 5'dir, y 8'dir. Z də x-dən y-in cəmidir. Deməli, x-imiz 5, y-imiz 8. Z olur 13. Sonra y 8 və 5'dən kiçik böyükdürmü? Yox. N-i 3 fayda artırır, olur 3. X 3'ə vurur, olur 15. Y 2'yə vurur, olur 16. Gəlir. Bu dəfə x-dən z-in y-in cəmi 15 16 toplar olur 31. Gəlir. Y 16'da 16 böyükdür 55'dən yox. Bu dəfə nə olur 6. Bu olur 45. Bu olur 32. Gəlir. Bu dəfə 32'dən 45'i toplayır. 77. Y yəni y-in son qiyməti 32'dir. 32 böyükdür 55'dən yox. Bu dəfə yer 9 eni. X edir 135. Y gelir 64. Gəlir. X-dən y-in cəmi 199. Gəlir bura. 64 böyükdür 55'dən, hə. İndi x, y, z-ni çapı. X-imiz 135. Y-imiz 64. Z-imiz 199. N'imiz 9 olur. Y variantı. Sonra 44-cü sual. X, y-in qiymətini tapın deyir. Hesablayaq. Qələmimizin də rəngi burada bir dəyişək, fərqli rəng qoyaq. X 10, y 15'dir. X 10 16'dan kiçikdirmi? Hə. Gəlir bura. 10 15'dən böyükdürmü? Yox. X-i 5 fayda artırır. Edir 15.
Y-i 3 faiz azaldır. Y 3 faiz azalır ne olur? 12. Gəlir dövrlə buradan gəlir təkrar bura. X-imiz 15. 15 16-dan kiçikdirmi? Hə, gəlir bura. 15 12-dən böyükdürmü? Bəli, bu dəfə həyə düşür. X 2 faiz azaldır. X olur 10. Y 4 faiz azaldır. Olur 16. Gəlir yenə. X-imiz 10 olub baxa. 10 kiçikdirmi 16? Bir dəqiqə X-imiz 15 idi. 15-i 2 faiz azatsam 13 olar. Bir dəqiqə 13 olar. Y-imiz 12 idi. 12-ni də 4 faiz artırsam 16 olar. Düzdür. 13 16. 13 16. İndi gəlir X 13 16-dan kiçikdirmi? Hə. 13 16-dan böyükdürmü? Yox. Bu da fiksi 5 fayda artırır. Olur 18. Y3 fayda azaldır olur 13. Gəlir. 18 16-dan kiçikdirmi? Yox. Dövrdən çıxdı. X-in son qiyməti 15. Bir dəqiqə 15 idimi? Yox. X-in son qiyməti 18. Y-in də son qiyməti 13. Deməli 18 13 D variantı. 45. İstifadəçinin kalkulyatoru 2 əmri yerinə yetirə bilir. 2-yə vurur və 2 faiz artırır. İndi bizə deyir ki, 7 ədədi üçün bunları deməli, 7 ədədi üçün başlanğıc bu ardıcıllıqları bildirir. Bizim ədədimiz 7-dir. Birinci əmr 2-yə vurur. Eləyir 14. Sonra 2 dəfə 2-dir. Yəni 14-ü 2 faiz artırır, sonra bir dəfə də 2 faiz artırır. Bu dedir 18. Sonra 2 dəfə 2-yə vurur. Olur 18 vur 2 vur 2. 72. Sonra axırda bir dəfə də ikinci 2 faiz artırır. 72-nin üstünə 2 74. B variantı. Sonra baxaq. Hı -hı. Girişə 3 rəqəmlər də daxil olunur. Yəni tutaq ki, x, y, z. Deyir 2 dəfə bu addımlar yerinə yetirilir. İlkin olaraq birinci ilə ikincinin cəmi hesablanır. X plus y. Sonra ikinci ilə üçüncünün cəmi. Alınan 2 cəm yanaşı olaraq azalan sırada yazılır. Məsələn 324 verib. 3 ilə 2-ni toplayır 5. 2 ilə 4 toplayır 6. Sonra azalan sırada. 6 5 kimi yazır. İndi bizə də deyir ki, elə bir ədəd götürür ki, ən kiçik ədəd tap. 13 10 yazılsın. İndi bizə təbii ki, ən kiçik deyirsə, bizim ən kiçik ədədimiz nə ilə, yəni 3 rəqəmli ədədimiz nə ilə başlamalıdır? 1 ilə başlayar da, ən kiçik deyirsə 0 ilə başlaya bilmir. İndi 1 y z. Mən təbii ki, bu rəqəmlərdir də, üstündə xətt varsa 3 rəqəmli desə, rəqəmdə hər biri. 1 ilə y-i toplasam, ya 13-ə bərabər olmalıdır, ya 10-a. Təbii ki, burada y 12 olur. 12 rəqəm deyil, ədəddir. Ona görə bu getdi. Onda y burada nə olur? 9. Onda belə çıxır ki, x plus y 10-a bərabər eləmişəmsə, y plus z nəyə bərabər olar? 13-ə. Onda belə çıxır ki, y-in yerində 9 dayanırsa, z-in də yerinə 4 dayanır. 1 ilə 9 10, 9-dan 4 13. Sonra da 13 10 kimi yazılır. Ona görə bizim indi bu rəqəmləri cəmini tapdıyır. 1 plus 9 plus 4, bu da edir neçə? 14. 46. 47. 59 və 44 ədədləri verilərsə, çıxışda alınan nəticəni müəyyən edin. Bu faizlə qalıqda dedik. İndi gəlir. 59 böyükdürmü 44-dən? Bəli, böyükdür. Həyə gəlir. 59-u 3-ə vurur. Edir neçə? 177. B variantı. B isə 17-yə bölür, qalığı götürür. 44-ü 17-yə bölsəm 2 dəfə düşür. 34 qalıq 10. Gəlir Y-ni hesab. Y də bərabər alınan B-nin cəmi. Edir 187. 2 qat bölmək. 187-ni də 8-ə bölsəm neçə dəfə düşər? Bu dildə neçə? 23 dəfə düşər. 187-ni 8-ə bölsəm neçə dəfə düşər? 20 dəfə 160, 20, 184. 23 dəfə düşər. Bəli. Tam hissəni soruşur.
10 cür olar Y variantı. 48. 48'e ne deyir? Yine eyni sual. Dim i7'dir. S0'dır. F. Burada sadece bu sualda problem olmalıdır. Bu xətt burada, dövr burada olmalıdır. Yani burada olmalı değil. Bu sonsuz dövrə girir. i7'dir, S0'dır, F1'dir. 7 20'den kiçikdirmə, hə. F bərabərdir. 1'i 2'ye vurur, olur 2. Sonra 7'nin 3 fayda artırır, olur 10. 10 20'den kiçikdirmə, hə. F 2'ye vurur, olur 4. Bu da olur 13. Yəni 13 20'den kiçikdirmə, hə. Bu olur 8, bu olur 16. 16 20'den kiçikdirmə, hə. 8 olur 16, bu olur 19. 19 20'den kiçikdirmə, hə. Bu olur 32, i olur 22. 22 20'den kiçikdirmə. Yox, artıq dövrdən çıxdı, gəldi bura. İndi buradakı dövrə bax. F-in son qiyməti olub 32. İndi dövrü buradan aparaq. 32-ni böyükdürmü sıfırdan? Bəli, böyükdür. Hə. 32-ni 5-ə bölsəm qalıq nə edir? 2. 32-ni 5-ə bölsəm tam hissə neçə dəfə düşər? 6 dəfə. Gələcək S bərabər S plus D. 32-ni 5-ə bölməsi alınan qalıq 2 idisə 2-ni toplayacaq. 0 üstə gəl 2. S-imiz 0-dır. Sonra gəlir. Dövr təkrar davam edir. Ta ki 0 alınana qədər. Bu dəfə 6-nı götürür. 6 5 0-dan böyükdürmü? Hə. 6-nı 5-ə bölür alınan qalır 1. 6-nı 5-ə bölür alınan tam hissə 1. Sonra 1-i gəlir üstünə. 0 üstə gəlir 2, üstə gəlir 1. Buradakı 1. F-in qiyməti 1-dir. 1 böyükdürmü 0-dan? Bəli. Düşür aşağıya. 1-i 5-ə bölsəm alınan qalır yenə 1. 1-i 5 bölsəm neçə dəfə? 1-in içərisində neçədən 5 var? 0. Sonra D-nin son qiymətini yenə toplayır. 0 0-dan böyükdürmü? Xeyr. Ona görə dövrdən çıxır. S-in də son qiyməti 2 1 1. Yəni 4. C variantı. 49. 49 deyil. Sual tipidir. Baxaq. Yenə i2-dir, S1-dir, F1-dir. Baxaq. 2 27-dən kiçik bərabərdirmi? Hə. F3-ə vurur olur 3. Sonra 2-ni 7 vayda artırır 9. Gəlir 9 27-dən kiçikdirmə, hə. F3-ə vurur olur 9. Bu olur 16. 16 kiçikdirmə, hə. 9 3-ə vurur 27. Bu olur 23. 23 kiçikdirmə, hə. 27-ni 3-ə vurur 81. Dövr bitəcək burada onsuzda. 23-ü 7 vayda artırır, edir 30. 30 27-dən kiçik bərabərdirmi? Yox. Dövrdən çıxdı. İndi F-in son qiyməti nə oldu? 81. İndi 81 ilə davam eləsək, 81 böyükdürmü 0-dan? Hə. 81-i 8-ə bölsəm alınan qalıq nə eləyər? 1 eləyər. 81-i 8-ə bölsəm tam hissə 10. Sonra S bərabərdir 1. Vur, D-nin son qiyməti 1. 1-i 1-ə elə 1. Keçdik. F-in son qiyməti 10-dur. 10 0-dan böyükdür, hə. 10-u 8-ə bölsəm alınan qalıq bu dəfə 2. Sonra 10'u 8'e bölme tam ise 1. Ha. Onu 8'e bölsem tam ise 1. S bərabərdir 1 vurulsun. D'nin son qiyməti 2 daxil 2'ye vuracaq. Sonra düşəcək yenə. F'in qiyməti 1'dir. 1 böyükdür 0-dan, hə. 1'i 8'e bölsəm alınan qalıq 1. 1'i 8'e bölsəm tam hissə, daha sonra qalıq burada yazılır. Tam hissə 0. Birin içərisində 8 yoxdur yəni. Sonra da S'i götürür vurur D'yə. D'miz neçədir? Son qiymət 1. Yəni 2 vur 1 yenə 2 eləyəcək. Sonra gələcək. F'in son qiyməti 0-dır. 0 böyükdürmü 0-dan? Yox. Dövrdən çıxır, cavab da olur elə 2. 50. Alqoritm icrası nəticəsində A ilə B-nin müvafiq olaraq qiyməti 40-52 alması üçün 40 ilə 52 alması üçün nə deməkdir? Bu bunun deməli ən sonuncu qiymətləridir.
Bizə ana B-nin ilkin qiymətlərini cəmini istəyir. Onda belə çıxır ki, B-miz nə olsun deyir? Müvafiq olaraq B 52 olsun. A-mız isə 40 olsun. Artıq A 40 buradadırsa, deməli burada da A 40-dır. Yəni 40 üstə gəl B bərabərdə 52. Burada B-ni tapıram 12. Bu mənim tapdığım bu B-nin 12 qiyməti. Bu B-nin qiymətidir. Onda B 12-dirsə, buradakı B 12-dirsə, deməli burada da B 12-dir. Yəni 3 vurulsun 12 plus A-da bərabərdir 40-a. Onda buradan tapıram A 4-dür. Bu tapdığım A-nın 4 qiyməti bundan əvvəldə olan A-nın qiymətidir. Yəni bunun qiymətidir 4. Bu 12 isə bunun qiymətidir. İndi 12-dir B plus 5-dir. B plus 5 12-dirsə B neçədir? 7. Deməli bu da 7-dir. İndi ilkin qiymətlərin cəmi 7 ilə 4-ün cəmi nə edir? 11. B variantı. Alqoritm icrası nəticəsində yenə 51-ci sual. 2, 4 alması üçün. İndi baxaq. A2, B4. Deməli, B nəyə bərabərdir? B bərabərdir. B böl 5. Yəni 5-ə bölünməsindən alınan tam hissəsi 4 olsun. Ən böyük ədəd hansı ola bilər ki, 5-ə bölünəndə alınan hissə tam hissə 4 olsun. Bu 24 ola bilər də. 24-ü 5-ə bölsəm 4 dəfə düşər. 25 olsa artıq 5 olacaq. Deməli, bu oldu 24. İndi gəldik bura, A-ya. O hansı ədəddir ki, 7-yə bölsəm 2 dəfə tam düşər. Bu da neçə eləyər? 7-yə bir dəqiqə A bərabərdir. Hı -hı. 20 eləyər də bu da. Çünki 21 olsa 3 eləyər. 21-dən bir əvvəlki 20. Hə. İndi A ilə B-nin ən böyük qiymətlərinin hasillərini soruşur. 24-ü də 20-yə vursam, eləyər 480. D variantı. 52. Yenə eyni sual tipidir. 5 qiyməti üçün deməli nə edir? 5-i birinci addım 2 vahid artırır. Eləyir 7. Sonra 2 dəfə 2-yə vurur. Olur 7 vur 2 14. 14 2 28. Sonra 2 dəfə 2 artırır. 28 2 2 eləyir 32. Sonra yenə ikinci əmri 2-yə vurur. 32-ni 2-yə vursaq eləyir 60 4 52-ci sual. 53. Artıq bayaqki sualdan da yenə n ədədinin ən böyük qiymətini soruşur. 10-13 alınsın deyir. Yenə eyni tipli sualdır. Birinci, ikinci ilə toplayır, ikinci ilə üçüncü ilə toplayır. Alınan isə bu dəfə artan sırada yazır. İndi ən böyük ədəd deyirsə, deməli bizim ədədimiz x, y, z-dirsə, ən böyük x-imiz 9 ola bilər. İndi 9 ilə mən 10, 13 deyir. Ya 9 ilə 1-i toplamışam 10 olub, ya da 9 ilə 4-ü toplamışam 13 olub. Onda belə çıxır ki, y ya 1-dir, ya 4-dür. İndi bizə n ədədinin ən böyük qiyməti deyir. Ona belə çıxır ki, mən ən böyük qiymət deyirsə, mən 4-ü götürməliyəm. 13 olsun. Digər isə 10 olmalıdır. Yəni 4-lə də nəyə götürsəm 10 olar? 6-nı. Onda belə çıxır ki, bizim ədədi 4, 946-dır. Rəqəmlər cəmində ən böyük qiymət neçə eləyir? 10, 9, 54. Aha. X 5'dir. Bizdən X-dən Y soruşur yəqin ki. Y 10'dur. 10 ondan kiçik bərabərdirmi? Hə. 5 ondan kiçik bərabərdirmi? Hə. X edir 6, Y edir 9. Sonra gəlir yenə. Y neçədir? 9 kiçikdirmi? Hə. 6 kiçikdirmi? Hə. Deməli, bu ən azından bərabər olana qədər gedəcək. 7 olacaq 8. Gedəcək 8 kiçikdirmi? Hə. 7 8-dən kiçikdirmi? Hə. Bu dəfə 8 7 olur. Su keçir. 7 kiçikdirmi? Hə. 8 kiçikdirmi? Yox. Düşür. Bu dəfə x2 var. 5 var da azaldır. Edir 3. Y 5 var da artırır. Edir 12. Gəlir. 10 ondan kiçikdirmi? Yox. Düşür aşağıya. X-ın Y çap edir. X3, Y 12. Olur B variantı.
55. Yine en tipli su aldım. X 15, Y 35. Şimdi bakalım. X 15'ti, Y 35'ti. 15 30'dan kiçikdir mi? Ha. Düşür aşağıya. 15 25'ten böyükdür mü? Yok. Bu defa 10 vade artır edir. 25. Öbürsünü de 10 vade azaldır. Edir 25. Gəlir. X'imizin son qiyməti nədir? Bir dəqiqə. Saldım. Hə. X'imizin son qiyməti 25'ti. 25 30'dan kiçikdir mi? Hə. 25 25'ten böyük bərabərdir mi? Böyük olmasa da bərabərdir. O zaman gələcək X'i 5 fayda saldıracaq. Gələcək 20. Y-ə 5 fayda artıracaq. Gələcək 30. Gələcək 20 kiçikdir mi 30'dan? Hə. 20 30'dan böyük bərabərdir mi? Yox. Bu dəfə X eləyəcək 30. Y gələcək 20. Gələcək 30 30'dan kiçikdirmi? Xeyr, kiçik deyil. Dövrdən çıxacaq. 30 və 20 kimi çap edəcək. 56. Sonra bu nə edir? Deyir, proqramı təyin edin ki, nə edir? Buradan hər hansı n daxil olunur. A1, B1, A n-dən kiçik bərabər olana qədər B-ni A-ya vurur. Deməli, tutaq ki, n mən daxil edirəm 2. Gəlir. 1 2-dən kiçik bərabərdirmi? Hə. B-ni vurur 1-ə. Yəni 1 vur 1. A-nı edir 2. 2 2-dən kiçik bərabərdirmi? Hə. Bu dəfə vurur 2-yə. A-nı edir 3. 3 2-dən kiçik bərabərdirmi? Yox. Çıxardır 2-ni. 1 vur 2-ni yəni. Qısacası 2 daxil edəndə 1 vur 2, 2 faktorial çap elədi. Onda mən n daxil edəndə n faktorial çap olar. A variantı. 57. N 0, daha doğrusu n daxil edib. S 0'dır. K 1'dir. I də 1'dir. Aha. Buradan yaxşı nə deyənə? N-ə bir dənə 2 qiymətini daxil edə. S0, K1, I1. İ'miz 1'dir. 1 kiçik bərabərdirmi 3-dən? 2 yazsam 4 çıxır. Hə. Bu dəfə S bərabər olacaq. S üstə gəl. Yəni S 0'ın üstünə gəlsəm yenə 0'dır. K'mız 1 bölünsün. İ'miz necədir? 1. Düşür aşağıya. K-nı edir bu dəfə mənfi 1. İ'ni edir 3. Gəlir. 3 3'dən kiçik bərabərdirmi? Hə. Düşür aşağıya. Bu dəfə mənfi 1, yəni K'mız bölü 3. Bu dəfə K edir müsbət. Gəlib bu edir 5. Hə, bu dövrdən çıxır. Deməli, bunu eləyəcək. Əslində məxrəcləri tək rəqəmlər olaraq, çünki hər dəfə 2 artırır. Bir dəfə müsbət ilə, bir dəfə mənfisi ilə toplayacaq. İndi baxaq görə bu hansı variant ödəyir? A variantı səhvdir. Niyə? Çünki cüt ədədlərdir. B də səhvdir, cütdür. C də təkdir. Amma hamısı toplanmadı. Axı bizdə bir müsbət, bir mənfi gedirdi. Ona görə C səhvdir. D variantında müsbət mənfi gedir, amma əksi gedir. Mənfi müsbət gedir. Xeyr, müsbət mənfi olmalı idi. Y variantı ödəyir. Vəssalam. Bu qədər asandır. 58. Nəticəsində B 39. Nəticə deyəndə son qiymət yəni. B plus 39'a bərabərdir. İndi A-nın da qiyməti nəyə bərabərdir? Dəyişəni. Buna. Gətirəm bunu, burada yerinə yazıram. A-nın yerinə. Olur B üstə gəl. 16 plus. İndi A-nın yerinə bunu yazırıq. B üstə gəlinsin. B bərabərdir. B üstə gəlinsin. Onda A-nın yerinə bunu yazırıq. 16 plus B çıxa. Bərabərdir nəyə? 39'a. Onda buradan belə bir təyin 2B çıxılsın. A 39 çıx 16. Yəni 23.
İndi B-nin yerinə isə A plus 8-i gətirirəm, yazıram. Yəni aşağıdan yuxarı yavaş-yavaş yazıram. B-nin yerinə A plus 8 yazsam bura. Olur 2A plus 16. Çıx A 23. Bu da deyir A bərabərdir 7. Aldığım bu A'nın 7 qiyməti buradakı A'nın qiymətidir. Çünki yavaş-yavaş bir sətir yuxarı qalxıram həmişə. Onu buradan da alınır ki, B bərabərdir 4-ə. D variantı. 59. Deməli, sual işarətinin yerinə düzgün doldurmaqla daxil edilən ixtiyari ədədlərin ədəd ortasını tapan proqramı yazın deyir, alqoritm yazın. Amma sıfır daxil ediləndə boş dövrdən çıxış sıfır daxil ediləndə baş verir. Deməli, mən buraya elə bir şərt yazmalıyam ki, x ya bərabərdir sıfır yazmalıyım, ya da fərqli. Deməli, mən bura x bərabərdir, yəni elə bir şey yazmalıyım ki, doğru olanda hərdən çıxsın. Bu da deyir ki, sıfıra bərabər olanda. Deməli, mən bura x bərabərdir sıfır yazmalıyam ki, x sıfıra bərabərdirmi? Hə, dövrdən çıxsın. Ona görə A variantı, C variantı avtomatik getdi. T bərabər T plus x. Burada hər dəfə dövr davam edici bir x qəbul edir. Mənim ədədlərim bulardır. Mən bunları harasa toplamalıyam da, düzdürmü? Topladığım yer T bərabər T plus x-dir. Deməli, bu T bərabər T plus x bizim cəmimizi bildirir. Və mən hər dəfə toplayandan sonra axı bunu saymalıyam, görüm neçə dənədir. Ona görə də S bərabərdir. S plus 1-dən sayır. Hər dəfə 1 artır. Deməli, burada S bərabər S plus 1 olmalıdır. Ona görə A bərabər A plus 1 də ola bilər. Amma bu olmayacaq. Niyə? Çünki A bərabər A plus 1-dirsə, A-nın başlanğıc elementi 0 verməlidir. Onu verməyib. Onun üçün Y variantı da səhvdir. Qaldı ya B, ya D. İndi axırıncıya baxaq. Bu topladı. Axırı həm saydı, həm topladı. Gəldi cavaba. Əddə orada tapanda biz nə etməliyik? Cəmi saya bölməliyik də. Bizim cəmimiz T-dir, sayımız S-dir. T-ni isə böldüm. Deməli, A-nı çap edibsə, deməli A bərabərdir yazmalıyam. T böl S. O digər D variantı. Belə. 69. A3, B9 oldu. 60 daha doğrusu. A3, B3 9'dur. Deməli, A-nın yerinə 3 nəticəsində deyirdi yenə. O zaman B9'dur. A-nın qiyməti 3'dür. Sonuncu A. İndi A 3'dürsə, burada da 3'dür. Çünki bundan sonra bütün yerlərdə 3'dür. Burada da 3'dür. Eyni şəkildə. O zaman 9 bərabərdir 3 plus B. B-ni neçə tapırıq buradan? 6. Mənim tapdığım bu 6 bu sətrin B-sidir. Yəni A vur B bölü 2 bərabərdir 6-ya. Nəticəsi 6 olmalıdır. İndi A-mız da onsuz burada 3-dürsə, burada da 3-dür. Onda B orada burada neçəyə bərabər olur? B 4-ə bərabər olur. Deməli, B-imizin qiyməti nədir? 4-dür. Həmin o B hansı B-dir? Özünün əvvəlki B. Yəni bu B-dir 4. İndi B hep burada 4'tü, demək burada da 4 olub. İndi 3 bərabərdir. A bölü 2 çıx 4. Onda 4'ü bu tərəfə keçsəm 7 olar. A da nə olar neçə? A bölü 2 bərabərdir 7. A da bərabərdir 14. Deməli, A'mız 14. B'miz neçə tapdıq? B'miz də 4. 14, 4. B variantı. Bu da biləm. Baxaq görək. Bundan sonra hansılar qalıb? Biraz. Aha. 61. 61 ilə davam eləsək, nəticəsində deyir Y20 alınıb. Yəni, biz bunu 20-yə bərabər eləyərik. Y-in də yerinə mənfi x yazarıq. Olaraq mənfi 2 vurulsun mənfi x. Onun üçün mənfiyə vuracaq. Çıx x bərabərdir 20. O zaman x alınır 20. Mən bu tapdığım x-in 20 qiyməti buradakı x-in qiymətidir. X plus 5 bərabərdir 20. X də alınır 15. Vəssalam. Deməli, D variantı 61-dir. 62. Deyir, neçə dəfə Sofya sözü çap olunur. İndi N2-də M2-dir. Gəlir 2 2-dən kiçikdir. 2 ondan kiçikdirmi? Hə. Sofyaya bir dəfə burada çap oldu. Təzə M bərabər olur nəyə? 6-ya. 4-ə daha doğrusu.
Gəlir 4 ondan kiçikdirmi? Hə. Bu dəfə Sofiyanı bir dəfə də çap edir. Oldu ki, təzə n bərabər olur. N'in son qiyməti 4 idi, m-də 2-dir. Olur 6. 6 ondan kiçikdirmi? Hə. Sofiyanı bir dəfə də çap edir. Bu olur 8 artıq 6 plus 2. 8 ondan kiçikdirmi? Hə. Sofiyanı bir dəfə də çap edir. 4. Bu olur 10. N'in qiyməti oldu 10. Gəlir 10 ondan kiçikdirmi? Yox. Düşür aşağıya. 4 artıq burada çap olub. 10 böyükdürmü sıfırdan? Hə. Sofiyanı bir dəfə də çap elədi. Burada oldu 5. N oldu 7. Gəlir. 7 böyükdürmü sıfırdan? Hə. Bu dəfə Sofiyanı 6-cı dəfə çap edir. Keçir içindən. N olur bu dəfə 4. 4 böyükdürmü sıfırdan? Hə. 7-ci dəfə çap edir. N olur 1. 1 böyükdürmü sıfırdan? Hə. Sofiyanı bir dəfə də çap edir. 8. N olur -2. -2 böyükdürmü sıfırdan? Yox. Dövrdən çıxır. Neçə dəfə çap eləmiş oldu? 8 dəfə. 63. S 6-dan 206-ya qədər 5-5 artan ədədləri toplayır. Deyir, burada şərt nə yazılmalıdır ki, 3 dənə yeri boş qoyub. Təbii ki, burada dövrdən nə vaxt çıxır, indi onu tapmalıyıq. En kiçik bərabərdir 206, en kiçik olsa hamısı eynidir. Ya kiçikdir, ya bərabər daxil, ya yox. Tutaq ki, indi biz bu türlü suallarda fərz etməklə gedək. Eni verək 206-dan kiçikdir. Yəni, bərabər şərtini qoymayaq. Ödəməsə qoyarıq. İndi 206, bu da 5-5 artır. Deməli, 206-dan əvvəl n nə olub? Belə deyək, 201 olub. A-mız da olsa 5 verib. N çünki biz eni toplayırıq. İndi 201, 206-dan kiçikdirmi olub burada şərt? Hə, düşüb aşağıya. İndi burada yeni bir şərt verməliyəm. Mən 201-i toplamışamsa artıq, mən 201-i artırmalıyam axı. Ona görə burada S bərabərdir. Daha doğrusu M bərabərdir. M plus A olub. Çünki A-mız 5-dir deyə hər dəfə 5 qədər artırıb ədədləri. İkinci şərtim M bərabərdir, M plus A-dır. O varmı? Hə, onu üçüncü şərtdə verib. Baxıb, ardıcılığa baxsaq bu tərəfdə verib. Onda belə çıxır ki, ikinci şərtimiz bizim olub. S bərabərdir. S plus N. Yəni 201 kiçikdirmi 206-dan? Hə. Onda 201-i topla. Topladım. Toplayandan sonra N-i elə N plus A. Onu indi verək. Ona görə S bərabərdir S plus N, N bərabərdir N plus A. Bu variantlar olmalıdır. Ya A olmalıdır, ya C. S bərabərdir S plus A səhvdir. S plus 6 səhvdir. S plus A səhvdir. Ya A'dır, ya da C'dir. İndi tutaq ki 201 idi. 201-i da topladı. Bu da oldu 206. İndi gəlin təkrar dövr. 206, 206-dan kiçikdirmi? Yox. Dövrdən çıxacaq. Amma çıxanda sonuncu topladığı element nə oldu? 201, amma bizdə 206 olsun deyir. Onun üçün mən burada bərabər qoymalıyam ki, 206 206-dan kiçik bərabərdirmi? Hə deyib düşsün aşağıya. Bu dəfə 206-nın özünü də toplasın, o da daxil olsun. Ona görə burada C-də yanlış oldu. Doğru cavab oldu A variantım. 64. 64'te deyir ki, icrası zamanı K'nın giriş qiyməti 45-dirsə, S-lə T-ni tap. Deməli, K-ya biz 45 daxil eləsək, K-ya 45. S-lə T-ni tap. M 1-dir. 1 kiçikdirmi 45-dən? Hə, gəlir. 1 3-ə bölməsi alınan qalıq 0 bərabərdirmi? Yox. Gəlir bura. N artırır edir 2. Dövr gedir yenə. 2 45-dən kiçikdirmi? Hə. 2 3-ə bölünə alınan qalıq 0-dırmı? Yox. Bu dəfə edir 3. Gəlir. 3 kiçikdirmi 45-dən? Hə. 3 3-ə bölünə alınan qalıq 0-dırmı? Hə. S bərabər. Sonra N-i 5-ə bölündə, yəni 3-ü 5-ə bölünən qalıq 0-dırmı? Yox. Yenə bu dəfə gəlir. Deməli, bu nə vaxt bura gələcək? Həm 3-ə bölünəndə alınan qalıq 0 olsun, həm 5-ə. Qısacası n 15 olanda ödəyəcək. Gələcək 15, 15-ə qədər yəni heç bir iş görmür. 15-ə qədər gəlir. 15-ə bölünən ondan qalır 0, hə. 15-ə 5-ə bölünən 0, hə. Bu dəfə S bərabər S plus N 15-i toplayacaq. T-ni də eləcək 1. Deməli,
45'e qədər 15-ə bölünən ədədləri həm toplayır, həm sayır. 15-dən sonra bir də nə vaxt olacaq həm 3-ə, həm 5-ə bölünən? 30. Sonra sayı eləyəcək 2. Növbəti bir də 45 olacaq. Amma 45 45-dən kiçikdirmi? Yox. Nə də bərabər şərti yoxdur. Ona görə dövrdən elə çıxacaq. Onda belə çıxır ki, S-də olacaq 15 ilə 30-un cəmi, yəni 45. Say isə 1, 2 dənə ədəd olduğuna görə 2. Yəni A variantı. Maraqlı sual idi. 65. Böyle köhnə topada da eyinisi var idi bu sualın. Baxaq indi. Deməli, x daxil olmur. Başlanğıc olaraq y0 s0. İ'miz sıfırdır. 0 5'ten kiçikdirmə, hə. S bərabərdir. S vur i. 0'ı 0'a vursun, belə s-in qiyməti də 0. İ'nin 1 var da artırdı 1. İndi s bərabərdir. 0'ın üstünə x vur x gəlir. Yəni x kvadratı. Gəlir. D'imizin son qiyməti 1'dir. 1 kiçikdirmə 5'ten, hə. Bu dəfə s-i vurur i-yə, yəni 1-ə. Yəni 1-ə vursam özüdür. Sonra yine edirik ki, bu dəfə s-in son qiymətinin üstünə yenə x kvadratı gəlir. Sonra gəlir. İ'miz 2-də axı. 2 kiçikdirmə 5-dən, hə. Bu dəfə s-i vurur 2-yə. S-in son qiyməti bu idi. Vurdu 2-yə. Sonra yine elədi 3. Bu dəfə s-in son qiyməti üstünə yenə x kvadratı gəlir. Gəlir. 3 kiçikdirmə 5-dən, hə. Bu dəfə s-i vurur 3-ə. Sonra yine edir 4. Bunun üstüne yine x kvadratı gəlir. 4 kiçikdir 5'ten, hə. Bu dəfə bu ifadəni 4'ə vurur. Sonra ne edir 5. Sonra bunun üstüne yine x kvadratı gəlir. Sonra gəlir 5 5'ten kiçikdirmi? Yox. Çap elə deyir bu ifadə. Bu ifadədə hansı variantdadır? Baxaq. X kvadrat plus x kvadrat A variantında elə. Axırda da x kvadratı toplanır. Və sual. Ondan başqa uyğun gələn sual. Yəni, daha gələn yoxdur. Bundan sonra görək hansılar qalıb. Bunlar biraz həll uzun gedəcək. Ona görə də biz burada saxlayaq. Ardın növbəti bölmədə videoda izah eləyərəm ki, videonun həcmi çox uzun olmasın. Sağ olun, hələlik. Kanalı izləyib abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.